Hey Leute, herkese salam. Yeni YouTube videoma hoş gelmişsiniz. Uzun bir müddətdir YouTube'a video çəkmirəm. 2-3 il olar hətta. Və yenidən YouTube'a başlamaq istədim. Çox həvəsliyəm. Ümid edirəm ki, bunu davam etdirə bilərəm. Bugün hal-hazırda məktəbdəyəm. Bugün hazırlaşıram məktəbə getməyə. Çalışacağım məktəbdən bir iki kadr göstərim, bir şeylər çəkə bilim. Daha sonra başqa bir yerdə randevu deyirlər türklər. Azərbaycancası bilmirəm. Randevu var. Almancası terminim var. Bəlkə Almaniyada yaşayan bir tanışınız varsa ondan tez-tez eşidərsiniz. Deməli, ora gedəcəm. Ümid edirəm ki, bugün bir neçə kadr çəkə bilərəm. Hal-hazırda biraz makyajımı eləmişəm və səhər yeməyimi yeyəcəm. Ondan sonra hazırlaşıb gedəcəm. Axşamdan özümə belə dürüm hazırlamışam, onu yeyəcəm. Yeməklərimi axşamdan hazırlayıram ki, səhərsi gün mənə rahatsız olsun. Həm də ki, səhərsi gün işdə, dərsdə oluram deyə mənə belə daha rahatdır. Uzun müddətdir video çəkmirdim. Səbəbini də bilmirəm. Həvəsim ölmüşdü, yoxsa heç vaxtım yox idi. Hal-hazırda da vaxtım elə çox deyil, amma davam eləmək istəyirəm. Həyatımda çox dəyişiklik baş verib bu 2 ildə. Maraqlı olsa bəlkə növbəti videolarda danışarım. Deməli, mən hazırlaşdım. Makyajımı tamamladım, saçlarımı daradım, əynimi geyindim. Belə bir şeydir, şalvarla sadə ağ köynək. Hal-hazırda hava istidir, 20 dərəcə falandır. Gün ortaları, yəni səhərlər 6-7 dərəcə olur, amma yenə də okeydir. Ona görə qısa qol geymişəm. Üstümə jaket götürəcəm təbii ki. Deməli, mən hazırlaşdım. Çıxıram yavaş-yavaş, çünki məktəbin qabağında park yeri tapmaq biraz çətindir. Ona görə daha tez çıxıram. Və onsuz da bugün imtahanım var. Tez getsəm elə oturub maşında təkrarlayaram. Ümid edirəm ki, dediyim kimi bir neçə kadr çəkə bilərəm. Çünki neçə vaxtı çəkmirəm video. Bilmirəm, ətrafımdakı insanlar da bilmir. Ona görə biraz qəribə baxışlar ola bilər, amma yavaş-yavaş düzələcək. Ümid edirəm ki, davamlı olar, davamını gətirərəm. Nəysə, mən hazırlaşım. Ayaqqabılarımı falan geyinim, artıq çıxım gec olmadan. Bu da bugünkü lookum. Hələ ayaqqabılarımı geyinməmişəm. Adi şalvar, sadə boş köynək. Saçlarımı yığmağı düşünürəm. Əgər mən narahat eləməsə, baxacam indi. Necə rahatdırsa. Nəysə, mən getdim, gedişirəm. Mən maşını həmişə belə knoplar atıram. Çünki alışverişə gedəndə çox lazım olur. Bu arada saçlarımı yığdım. Alışverişə gedəndə çox lazım olur. Ona həmişə atıram, maşında olsun. Baxım görüm məktublarını. Deməli, gəldim, maşına oturdum. O bir telefonumu götürmüşəm, çünki bu telefonum mənə lazım olur yolda. Mahnı falan. Ona görə o biri telefondan çəkirəm. Bilmirəm, çəkirəm. Çünki bəzən yadımdan çıxır çəkmək. Neyse. Burada maşında mahnıya qulaq asdığım üçün bu hissənin üzərindən səs yazıram. Çünki videonu bu halda YouTube'a yükləsəm, bu mənim üçün problem ola bilər. Yəni copyright problemi. Bu da o deməkdir ki, mən kiminsə mahnısını icazəsi olmadan istifadə eləmişəm. Bu da mənim üçün böyük bir problemdir. Və hal-hazırda özümə baxıram ki, maşın sürəndə necə ciddi dayanmışam. Siz də maşın sürəndə beləsiz. Elədirsə rəylərə yazın. Nəysə, gəlib çatdım dərsə, məktəbə daha doğrusu saxlamışam. Hələ dərsim başlamağına 20 dəqiqə var. Mən biraz dərsimi təkrarlayacağım imtahana girmədən. Ümid edirəm ki, imtahan yaxşı keçər. Deməli, məktəbə gəlmişəm. Bugün axır ki, utancaqlığımı bir qırağa qoyub bir şeylər çəkməyə başladım. Neysə, yeməyimi yedim, gün orta yeməyi. Bu da begüm. Zakaru. Hər neysə, yeməyimi yedim. Hal-hazırda pauzadayıq, 5 dəqiqəyə bitir. Gün orta pauzasıdır. Ondan sonra bir dərsim var, sonra gedəcəm. Bugün hava çox yaxşıdır. Dərsdə oturmuşam, belə mediazaya baxıram, pauzamız
Havazamız uzun idi. Bu da sinif otağımız. Pəncərənin qalındayım, belə bir şey yoxdur. İnsanları çəkmirəm çünki Almanya'da icazəsi çəkmək olmaz. Neyse. Şimdi de son derste bize ders verirler ve partner işi olarak eləməliyik ki, 2 həftənin bir gün edirəm. Bunları bezdirdi bu şeyləri. Çox o dərs deməyə aptal olmuyor, gəl belə çalışma verirlər. Biz də özümüz prezentasiya falan hazırlamalıyıq. Şimdi sarı saltlayayım. Deməli, çıxdım dərsdən. Hal-hazırda gedirəm parking yerinə doğru. Deməli, dostlar, mən gəldim artıq, maşındayım. Maşınımı yandırdım, biraz yerində qızsın. Sonra yandırdım, konserini yandırdım çünki istidir. Yavaş-yavaş buradan çıxıb gedirəm. Dediyim idarədə randevum var. Orada çox video şəkil çəkə bilməyəcəm çünki icazə yoxdur. Neyse, görə başımıza nələr gəlir. İdarədən çıxdım. İşimi həll elədim. Gedirəm evə hal-hazırda. Ola bilsin, sonra markete gedəsi oldu. Amma hal-hazırda evə gedirəm. Hava istidir. Salam dostlar. Yeni bir gündən hər kəsə salam. Bugün şəhərə çıxmışam. Şəhərin mərkəzinə. Hava istidir, adam dəhşət çoxdur. Arxada mağnifə eləyirlər. İnsan dəhşət çoxdur. Təsəvvür edin. Park yerində parkingdir. Yekə binanın altında. Bəlkə bir yarım saat falan gözləmişəm ki, yer boşalsın ondan sonra. Adam dəhşət çoxdur. Hava çox qəşəngdir. 25 dərəcədir. Dəhşət istidir. Oğlan tarafı olmak zor. Bence kız tarafında olmak zor. Bakın gör nə qədər insanlar var. Hamısı çıxıb çölə, marojna falan yeməyə, pivə içməyə. Nə qəşəngdir. Marojna yeməyə gəlmişəm mən də. Nə qədər çeşid var, bilmirəm hansı seçim. Mən belə marojna aldım. Dubai şokoladlı, bir də cheesecake'li. Diyetdəyəm amma eyb yox. Hava istidir. Məncə zərər gəlməz. Bura bazardır, həftəlik bazar. Heç şəhərin içində ada görmüşdünüz. Bu şəhərin içində ada var, insanlar oradadır. Amma heç mən bilmirəm, ora necə keçiblər. Düzü o bir tərəflərdə getməmişəm. İnsanlar. Bu körpü də hal-hazırda, körpünün üstünəyəm. Bu da mən. Günəş üzümə istidir. Üzüm parıldayır. Burada isə bu videonun sonunu səsləndirirəm. Hər birinizə bura qədər baxdığınız üçün təşəkkür edirəm. Və sizdən kiçik bir xahişim var. Kanalıma abunə olmağı və videoma like qoymağı unutmayın. Gələcək videolarda görüşənədək. Tschüss.